dostlar. İnformatika üzrə istənilən istiqamətdə hazırlaşan şəxslər üçün kömək məqsədi ilə çəkiləcək ümumi bir təkrar videosudur. Mən kitab olaraq Dövlət İmtahan Mərkəzi informatika test toplusundan testləri izahlayacağım. Siz hazırlaşdığınız istiqaməti bilirsiniz. Ona uyğun olaraq testlərin mövzularına, o mövzulara uyğun testlərə qulaq asa bilərsiniz. İlk sual informasiya xəstələrlə bağlı olacaq. 7-ci sual. Çünki bu sual qəbula dəfələrlə gəlib. Müxtəlif istiqamətlər üzrə hazırlaşanlar baxa bilərlər. Deməli, bizdə deyək ki, informasiya xəstələrini seçin. Diskretli informasiya xəstələrinə aiddir alqoritm xəstəsidir. Nəticəli alqoritm xəstəsidir. Obyektivli informasiya xəstələrindən biridir. Müəyyənli yenə alqoritm xəstələrinə aiddir. Aktuallıqda informasiya xəstəsinə aiddir. Kütləvilik yenə alqoritm xəstəsinə aiddir. 3-5 doğru cavab C variantı. Növbəti sual obyektiv informasiyadırmı? Yenə xəstələrlə bağlı bir sualdır. Tətil üçün ən yaxşı ölkə Türkiyədir. Bu kiminsə fikridir. Buna obyektiv informasiya deyə bilmərik. İmanın fikrincə nazlı və imanın fikrincə deyir. Artıq bu da obyektiv informasiya olmaqdan çıxır. Çöldə hava çox istidir. Bu da kiməsə görə çöldəki hava isti ola bilər, kiməsə görə soyuq ola bilər. Yaz fəsli ilin ən gözəl fəslidir. Bu da kiməsə görə ən gözəl fəslidir, kiməsə görə qışdır və s. Meteoroloji stansiya bu gün küləyin sürətinin 8 km/saat olduğunu bildirir. Artıq bu heç kimin fikrindən asılı deyil, obyektiv informasiyadır. Növbəti sualına baxaq. İnformasiyanın kodlaşdırılması miqdarın ölçülməsi bölməsindəndir. Konfrans zalında qonaqların əyləşməsi üçün 180 stul mövcuddur. Bu stulların hər birini kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? Burada ilkin olaraq belə tipli hissələrdə baxırıq ki, neçə dənə müxtəlif hal var. 180 bir-birindən fərqli stuldan söhbət gedir. Deməli, n bərabərdir müxtəlif halların sayı 180-dır. 180-ı da götürür 2-nin arasında. 2-nin qüvvətləri arasına salsaq, 180, 2 üstü 7, bizdə eləyir 128. Yəni 128-in içinə 180-ı yerləşdirə bilmərik. Amma 2 üstü 8 bərabərdir 256-ya. Deməli, 256 dənə halın içinə 180 halı rahat şəkildə yerləşdirə bilərik. Əlavə qalan hallarına işimiz yoxdur. Bizdə isə deyir ən az neçə bit lazımdır. Burada biz 2-nin üstündəki rəqəm bit kimi götürürük. Ona görə burada variant olacaq D variantı. Yəni cavab D bəndidir. 256-nın özünü götürmürük. Əgər bizdə desəydi neçə müxtəlif hal yaranır, onda 256-nı götürə bilərdik. 8 bitlə kodlaşan müxtəlif halları soruşsaydı. Burada isə biti soruşur. Növbəti sual qrafik təsvirin hər bir rəngini 32 bitlə kodlaşdırılarsa. Yəni burada P bərabərdir 2 üstü D düsturuna əsasən P burada palitradır. Rənglərin maksimal sayı deyə bilərik. Nə bilim 225 məsələn rəngli deyəndə onda da bunu nəzərdə tuturuq. Burada isə 1 piksel kodlaşdırmaq üçün istifadə olunan bitlər deyəndə D-ni götürür. Yəni 2-nin üstündəkini götürür. Və bizdə burada deyir ki, hər bir rəngi kodlaşdırması 32 bit. Bit dedirsə aparır 2-nin başına qoyuruq. 2 üstü 32. Buradakı rənglərin maksimal sayı artıq 2 üstü nədir? 32-yə bərabərdir. Cavab Y bəndi. 6-da Y bəndini götürürük. D-ni götürə bilmərik. Növbəti məsələ ilə davam edək. 128 simvollu əlifba ilə kodlaşdırılmış. Artıq baxın, burada diqqət eləməliyik. Çoxu da burada səhv edir. 128 simvollu əlifba. Artıq simvolu demir. Əlifba sözü də onun yanındadırsa, deməli, müxtəlif halların sayı, yəni bizim əlifbamız 128-dir. 128 simvollu əlifbada bilirik ki, 128 2 üstü 7-dir. Yəni, bir simvolun həcmi, informasiya tutumu nə qədər eləyəcək? 7 bit eləyir. Bunu biləndən sonra bizə deyir ki, bu ifadənin, bu sözün informasiya həcmi nə qədərdir? Buradakı simvolların sayını sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Əgər səs saymadımızda 11 simvol eləyir. 11 simvolumuzda tapmaq üçün həcmini 1 simvol 7-dirsə 11-i vurarıq 7-yə. Eləyəcək neçə? 77 bit. İnformasiya həcmi bu qədərdir. Özü bitlə göstərilir. Cavab A variantıdır. Ola bilsin variantı sizə orada sonra çevirdi byte-la göstərirsin. Ona görə diqqət edin. Bunu yazdığımız zaman 7-ni yazdığında yanına ölçü vahidini yazın. Byte-sə byte, bit-sə bit yazın ki, sonra səhv etməyin. 16 simvollu əlifba ilə kodlaşdırılmış sözün. 16 simvollu əlifba deyirsə, n bərabər olur 16-ya. Bu da bərabərdir 2 üstü 4-ə. Yəni, i bərabərdir 4 bitə. İlk
4 bitsə, bu deyir ki, bu sözün ikilik kodu bu formada olarsa sözün özünü müəyyən edir. Yəni 4 bitdisə biz başlayırıq bunları nə etməyə? 4-4 ayırmağa. Mən 4-4 ayırdım. Hər biri 4-4 bitdi. Yəni 3 dənə 0, bir dənə 1 eləyir 4 bit. Eyni ilə hər birini 4-4 ayırdım. İndi biz burada sözün tapmalıyıq. 6 hərfli sözdür. 6 hərfi olmayanları ilə başdan çıxa bilərik və diqqət eləməliyik. Sellər sözüdür, ləzzət sözüdür, təsir sözüdür. Məsələn, B variantına baxaq. Burada 2 dənə S var. O deməkdir ki, birinci o, ikinci və üçüncü, 2 və 3, 4 və 5 eyni olmalıdır. Yəni 0-1-in düzülüşü eyni olmalıdır. Baxıram, burada əgər bu ə-nin kodudursa 10-10, 0-1-0-1 ə-yə uyğun gəlmir. Yəni B variantı deyil, bu formada çıxdı. İkisi də eyni olmalıdır. Sonra digər varianta baxaq. Məsələn, ləzzət sözünə baxaq. Burada 2 dənə z yanaşı gəlir. Əgər bu l hərfi olsa, bu ə hərfi olsa, bu z, bu da z. İkisi 0-1-0-1 uyğun gəlir. Burada ə-ni yazıb, burada t-ni yazsa. Baxaram, buradakı ə ilə, buradakı ə-nin kodu uyğun gəlmir. Burada ə-yə 10-10 yazdı, burada 11-0-0 yazdı. Ona görə Y variantı da uyğun gəlmir. Y variantında çıxırıq variantlardan. Və 1, 2, 3, 4, 5, 6, 7. Bu 7 hərflidir. 1, 2, 3, 4, 5, 6, 7. Bu da 7 hərfi və D variantı qalır cavablarda. D variantına baxaq. Bura S hərfini yazsa, bura E hərfi, L. Bunların onsuz ikisinin eyni olduğunu demişdik. Ə və R hamısı da uyğun gəldi. Cavab D variantı. Sadəcə bu misalda, bu tip misalda diqqət etməli bəzi şeylər vardır ki, onları dedik. Hərflərin bir informasiya həcmi tapırsınız, əlifbaya görə hərf elə ayırırsınız, hərf sayını tapırsınız. Sonra eyni hərfdirsə, onların verdikləri kodlar da eyni olmalıdır. Yəni 1-1-0-0 vermişiksə, digəri də eyni olmalıdır. Qəbula düşmüş, dəfələrlə düşmüş magistr olsun, MİQ olsun abituriyentlərə gəlmiş testlərdən biri. Mətn faylının hər səhifəsində bu qədər sətir var. Hər sətirdə 64 dənə simvol var və 80 səhifədən ibarətdir və kodlaşdırılmış əlifbada ASCII kodlaşdırılması. Yəni burada bir simvol bərabərdir informasiya həcminə 1 bayta. 1 bayt götürürük. Bizə deyir ki, bu mətn faylının həcmini tapın. Bax, belə bir səhifələrimiz var, bir neçə səhifə var. Burada 80 səhifədir, mən üçünü göstərirəm. Hər səhifədə 32 dənə sətir var. Bu bizim sətirlərimiz və hər sətirdə də 64 dənə simvol var. Yəni hərflərdir, boşluqlardır, nədirsə 64 dənə simvoldur. Bilirsiniz ki, biz burada kodlaşdıran nöqtəni, boşluğu hər birini simvol kimi nəzərə alıb götürürük. Əgər bir səhifədə tapsaq ki, məsələn, bax belə 64 dənə simvol var bir sətirdə. Bəs bir sətirdə 64, 32 sətirdə nə qədər olar? 64-ü vurarıq 32-yə. Bir səhifədə bu qədər simvol varsa, bəs 80 səhifədə nə qədər olar? Bax, ikincidə, üçüncüdə. Bunun üçün neyniyərik? Vurarıq səhifələrin sayına. Baxın, düsturu yaratdıq, alındı, həcm. H bərabərdir, sətir vurulsun. Daha sonra birinci simvoldan başlayır. Simvol vurulsun sətirə, o da vurulsun səhifəyə, vurulsun koda. Kod dediyim əlifbadır, yəni 1 bayt götürəcəyik. 2/5 vurulsun 2/6 vurulsun 8 vur 10 kimi yazın, vurulsun 1 bayt. Bizdə cavabı kilobaytla istəyir deyə bölürəm. Baytdan kilobayta keçəndə 2/10-a. Bu ikisi ixtisar gedir, qalır 2. 2-ni də vursam 80-da eləyəcək nə? 160 bayt. Cavab oldu B variantı. Növbəti sualla davam edək. Çoxun səs aldı sual tipi. Qrafik təsvir 4096 rəng çaları paletrada hazırlanmışdır. P bərabərdir 4096 212-dir. Yəni burada D bərabərdir 12-yə. Və bu palitra rənglərinin sayı 256 dəfə azaldılar. Yəni söhbət bundan gedir. Bunun 256 dəfə azaldılması. 2/12-ni 256 dəfə azaltmaq, 2/8-ə bölmək, yəni 256-ya bölmək deməli. İxtisar getsə 2/4 olacaq, yəni nəticədə 16 olacaq. Yəni P bərabər oldu 16-ya. Əvvəl P bərabər idi 2/12-yə, sonra keçdi P 2/4-ə. Yəni 12-dən 4-ə düşdü. Azalma baş verdi. Neçə dəfə? 3 dəfə azalma baş verdi.
Növbəti sualdan davam edək. Qəbula yenə gəlib bu tipdə sual. 256 rençalarına malik palitrada kodlaşdırılmışdır. Yəni birinci P-miz bərabərdir 2 üstü 8-ə. Sonra bizə deyir ki, digər rençalarını tapaq. Burada dəyişmə baş verib. Sayı 16 dəfə az olan palitrada, yəni 2 üstü 4 ilə kodlaşdırılıb. Yəni 8-dən 4-ə düşüb. Əvvəl D bərabər olub 8-ə, sonra D bərabər olub 4-ə. 8-dən 2 dəfə aşağı düşmə nə deməkdir? 2 dəfə neyiniyib? Azalma baş verib. 2 dəfə azalma baş veribsə, onda həcm də 2 dəfə azalacaq. Sonra deyir ki, piksellərin sayı, yəni enindəki A vurub B-dən söhbət gedir. A-nı 8 dəfə artırıb, B-ni isə 4 dəfə azaldıblar. Yəni onda həcm də A 8 dəfə azalırsa və bizim düstur H bərabərdir A vurub B vurub D-dirsə, əgər mən A-nı 8 dəfə azaldıramsa, artırıramsa H da 8 dəfə artacaq. Əgər mən B-ni 4 dəfə azaldıramsa, onda H da 4 dəfə azalacaq. Ona görə mən H-ı 8-ə vurub 4-ə bölürəm. Yəni bunlar ixtisar gedir. Elə H bərabər oldu özünə. Yəni neynədir? Bu vəziyyətdə həcm dəyişməz olaraq qalır. Yenə qəbula gəlmiş sual. Magistrada dəfələrlə gəlib, digər istiqamətlərdə abituriyentlərə sınaqlarına gəlib. Deməli, 258 səhifədir. Cəmi bir dənə elektron faylım var, 258 dənə səhifəsi var. İlk və son səhifəsində, yəni birinci və sonuncu səhifədə, yəni 1 nömrə və 258 nömrəli səhifələrdə 22 hər birində 20 kilobaytlıq qrafik təsvir var. Yəni 40 kilobayt nə var? Qrafik təsvirimiz var 2 səhifə birində. Qalan səhifə nə qaldı? 256 dənə səhifə qaldı. 256 səhifədə mətn var. H bərabərdir 256 səhifə, yəni 2 üstü 8-i vururam 2 üstü 5-ə, hər bir səhifədə olan sətrə və hər sətrdə olan 16 dənə simvola, yəni 2 üstü 4-ə. Burada diqqət edək. Deyək ki, əlifbada bir simvol informasiya həcmi 8 bitdir. Elə 8 bit nə deməkdir? 1 bayt deməkdir. Onu vuraram 1 bayta. 8-ə vurub bitdən 4 kilobayta çevirə bilərəm. Belə daha rahat. 2 üstü 10-a bölürəm. Bu ikisi ixtisar gedir. Burada qalır 2. 2 ilə də 2 üstü 8-dən gedir. Qalır 2 üstü 7, yəni 128 kilobayt. 128 kilobayt mətnin həcmidir. Ümumi səhifəniz axı 258-dir. Onun iki səhifəsində hər birində 20 kilobayt olmaqla nə var? Qrafika var. Digərində isə 128, digər səhifələrində 128 kilobaytlıq mətn var. Yəni bunu toplayırıq, 168 eləyəcək. Ümumi şəkildə faylın həcmi 168 kilobayt eləyəcək. Mütləq bu tip məsələlərdə səhifələri ayırın. Baxın, görün hansı səhifədə şəkil var, neçə dənə səhifədə şəkil var. Həcmini verməyə bilər, sizdən özü tələb edir tapmağı, o zaman aydın qaydada tapırsınız və digər qalan səhifələrdə mətn deyirsə, onu tapın. Amma sonda ümumi faylın həcmini istəyirsə, hər ikisini, həm şəkli, həm də mətni toplamalısınız. Növbəti məsələni davam edək. Bu məsələ tipində ilkin olaraq bilməliyik ki, grafikanın həcmi bu düsturdan hesablanır. Enində uzunluğu piksel sayını bir-birinə vurub bir rəngi kodlaşdırmaq üçün olan bitlərin sayına, bir pikseli kodlaşdırmaq üçün olan rənglərin sayına. Deməli, burada bizdən nə istəyir? Qrafik həcmin, informasiyanın həcmini verib 384 kilobayt. Yəni, H-mız bərabərdir 384. İlkin olaraq bu məsələni başa düşməyənlər belə tək-tək ayırsın, hamısını yazsınlar. Sonra bizə deyir ki, A vurulsun B-ni bu formada yazıb. A vur B bərabərdir. K vurulsun 1024-ə. Çünki burada bizə deyir, K vur 1024 pikseldən ibarət. Bu da nədir? Piksellərin sayıdır. Enində uzunluğu olan piksellərin sayı. K vur 1024. A-nın yerinə gətirib yazıram. K vur 2 üstü 10-u, 1024-ü 2 üstü 10 şəklində yazıram. D-ni bilmir. Yox, yazıb. Qrafik təsvirin rəngçalarına 8 rəngçalarına malik olduğunu bilərək K-nı təyin edir. Yəni, P bərabərdir 2 üstü 3-ə, rəngçaları 8-də 2 üstü 3 kimi yazıram. Onda D də bərabər nəyə? 3 bitə. Bunu da yerinə yazıram 3 bit. 3 bit yazdım. Həcm bərabərdir 384 nəyə? Kilobayta. Biz kilobaytla bir tərəfi bitlə saxlayıb, bir tərəfi kilobaytla saxlaya bilmərik. Hər ikisini eyni ölçü vahidinə çevirməliyik. Yəni, ona görə 384-də vururam 2 üstü 10, vur 2 üstü 3 kimi yazıram ki, daha rahat görəsiniz. Bəziləri çətinlik çəkir.
bu formada. Onları ixtisar eləyəndə ona görə rahat 13 yazıb çıxacağınıza elə 210-u buradan görürəm, 210-u da buradan görürəm. Hər ikisini ixtisar edirəm. 3K bərabər olur 384 vurulsun 8-ə. 384 ilə də 3 ixtisar gedir burada. 128 qalır. K bərabər oldu nəyə? 2 üstü bu 7-dir. Vurulsun 2 üstü 3-ə. O da eləyir 210. Yəni 1024. 1024-ü də bu variantda verir. Belə variant göstərir. 210 şəklində. Yəni 51 də oldu nə? 210 A variantı. Yenə qəbula dəfələrlə gəlmiş bir sual tipidir. Baxaq bu suala. Avtomatik qrupu 10 simvollu şifrə tərtib edir və bu qrupun tərtib etdiyi şifrənin ilk 5 simvolu fərqli, digər 5-i fərqlidir. Bu məsələləri necə həll edir? 10 simvollu demir, 10 dənə belə xətt çəkin. 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Bizə dedi axı, tərtib etdiyi şifrənin ilk 5 simvolu 26 simvolu ingilis əlifbasının böyük və kiçik hərfləri. Yəni 26 dənə buradan məsələn kod yazmaq istəyəndə, şifrəni təyin etmək istəyəndə 26 dənə böyük hərf çıxacaq, 26-dan biri. Ya böyük hərf gələcək, ya da kiçik hərf gələcək. Yəni burada ümumi şəkildə bir torba fərz eləsək, 26 dənə böyük, 26 dənə də kiçik hərf var. Yəni cəmi 52 dənə variant var. 50-ni atıb götürəndə 52 variantdan birini götürəcək. Hər biri üçün. Bura 52 yazılır hər birinə. Çünki hər biri üçün eyni şeydir. Yəni birində məsələn A çıxdı, digər hamısında A çıxacaq. Son A çıxacaq, böyük A, qalan hamısında kiçik A çıxacaq. Böyük A çıxacaq, qalan hamısından B çıxacaq. Ya burada A-nı götürəcək, qalan hamısında B, yenə gəlib burada A götürəcək. Yəni hər biri üçün 52 variant çıxacaq. Yəni bu olacaq 52 üstü 5. Sonra digərdə qalan 5 simvol, 16 simvollu əlifbanın kodları, məsələn, yarısı yerləşməyib qoymamışam. 16 simvolu əlifbada da 16 dənə müxtəlif hal var. Yəni 16 vur, 16 vur, 16 vur, 16 vur, 16. Yəni də o da 16 üstü 5 eləyəcək. Baxaq variantlara. Variantlarda 52 üstü 5 vurulsun 16 üstü 5, yəni C variantı uyğun gəlir. Növbəti məsələ ilə davam edək. Mən hər məsələ tipindən bir dənə fərqli misaldan birini işləyirəm. Siz isə qalanlarını kitabı əldə etməklə ya başqa bir kitabdan eyni misallardan işləməklə özünüzü təkmilləşdirə bilərsiniz. Deməli, belə bir məsələ var. Kompüter sistemində qeydiyyatdan keçmək üçün hər bir istifadəçi 15 simvollu şifrə təqdim edilir. Şifrəni təyin edərkən bu simvollardan istifadə olunur. Görün, neçə müxtəlif hal var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Ümid edirəm səhv saymadı. N bərabər 11-ə. Müxtəlif halların sayı 11-dir. 11 heç bir 2-nin qüvvəti deyil. Ona görə 2-nin qüvvəti ən yaxın 216-dır. Yəni bunun 11-dən sonraki ən yaxın ilk 2-nin qüvvəti 16-dır. 16 da 2 üstü 4-dür. Yəni buradakı bir simvolun həcmi 4 bitlə kodlaşdırılır. 16 dənə, daha doğrusu 15 simvoldursa, 15 simvolu da vurarıq nəyə? 16. 15-i vurarıq, üzrlüsən, 15-i vuraram 4 bitə, eləyəcək 60 bit. 60 bitdir. Hər bir belə şifrə kompüter proqramı minimal və eyni tam byte uzunluğunda yazılır. Yəni 60-ı da bölərdik 8-ə, 7,5 düşür. 7,5 götürəmirəm, tam byte-dir, 8 byte götürürəm. 8 byte götürdük. Və bununla yanaşı hər bir simvol ayrılıqda dedik, mümkün bir. Bir istifadəçinin qeydiyyatı üçün 16 byte tələb olunarsa və əlavə məlumat var. Yəni bir istifadəçi 16 byte üstəgəl əlavə məlumat, 16 byte üstəgəl əlavə məlumat. Deməli, bir istifadəçinin qeydiyyatı üçün bir dəqiqə səhv yazdıq. 16 byte üstünə gəlmirik. 8 byte üstünə gəlirik. Geri qaytaraq. Bir istifadəçi üçün bildik ki, nə qədər lazımdır bir şifrəni düzəldəndə. Bir şəxsə 15 simvollu şifrə tərtib olunur. Onu tapdıq ki, 15 simvollu şifrəni kodlaşdıranda bu əlifba ilə 8 byte edir. Onda 8 byte-ın üstünə gəlirik əlavə məlumatı. Bərabər olur bir istifadəçi üçün nə qədər deyir? 16 byte. 16 byte deyirsə,
Əlavə məlumatı buradan tapmaq üçün də eləcə 8. 16-dan 8 çıxır, olur 8. Cavab A variantı. Bu məsələ xüsusən magistra bir neçə dəfə gəlir. Abituriyentlərə də veriblər. Miqyasda qəbula gələ bilər. Asan misal. Deyir ki, bizə hər tələbə haqqında məlumat 20-24 simvoldan ibarətdir. Və bizə deyir ki, ASCII-də kodlaşdırılır. ASCII-də elə simvol sayı həcmə bərabər. Yəni 24 dənə simvol varsa, elə 24 baytda həcm tutur. Bir tələbə haqqında məlumat bu qədərdir. Deyir 4096 tələbə haqqında məlumat haqqında informasiya neçə megabayt olar? 4096 tələbə haqqında deməli yazarıq bir tələbə. Deməli buradan çarpaz tapsa x bərabər 2 üstü 10, burası 2 üstü 12, 212 və bu baytın adı bizdən megabaytla istəyir. Megabaytla istəyir. Baytdan da keçəndə megabayta 220-yə bölürük. 200 onlar gedir. Burada 212 ilə 210 gedir və qalır 4 megabayt. Növbəti suala baxaq. Sual 121. Deməli, burada uyğunlaşdırmanı istəyir bizə. Rəng tənliyi 5 bitsə. Birinci əlifbaların hərfinə baxaq, yəni palettradakı rənglərə. Burada 32 müxtəlif rəng varsa, bu 5 bitlə kodlaşacaq. 256 8 bitdi. 64 6 bitdi, 206-dır. 512 209 da 9 bit. 128 7 bitdi, 207-dir. Yəni İndi isə uyğunlaşdırıb 5-ə 1-ə A olacaq, 2 C olacaq, 3-də də B olacaq. A, C, B. Növbəti asan suallardan biri. 16 megabaytlı diskə deyil 3 megabaytlı səs faylı yazmaq olar. Diskin ölçüsü 16 megabaytsa və oraya yerləşdirəcəm 3 megabaytlıq məlumatı. Onda 16-nı 3-ə bölərəm. O da 5 tam nə qədərsə düşəcək. Burada 5-ini götürürüm. Digər variantı götürürük. Yəni yuvarlaşdırırıq. 16-nı bölürük 3-ə. 5 tam nə qədər düşəcək? 5 dənəsi tam yerləşəcək. Yəni 5-i vuracaq 3-ə. Eləcə 15 megabayt. 5 dəfə bu məlumatı yazmaq olacaq. Bu sualın başqa bir variantı da olur. Onda isə yuvarlaşdırıb götürürük. O sualdan qarşımıza çıxsa izahını verərəm sizə. Yine sadə bir məsələyə baxaq. Gücü 16 olan əlifba, yəni n bərabərdir bizdə 16-ya, i bərabərdir 4 bitə. i 4 bitsə, 20 simvol kodlaşdırmaq lazımdırsa, bir simvolun həcmi 4 bitsə, 20-sini tapmaq üçün 80 bit eləyəcək. 80 bitdi, amma cavabı bizdə baytla istəyir. Bitdən də bayta keçəndə 8-ə bölürük. O da eləyəcək 10 bayt, yəni cavab D variantı. C variantı götürülür. Cavabı D götürülür. Şərtə diqqətli, sonda baytdan istəyir. Növbəti misala baxaq. Belə bir məsələ verib, deyir ki, tənliyi həll edin. Nə edirik? İlkin o 2-nin qüvvətinə gətir. 2 üstü 4, 16-nı 2 üstü 4 kimi yazırıq. 2 üstü x üstə gəl 5 isə olduğu kimi yerində qalır. 8-i də 2-nin üstü 3 kimi yazırıq və üstündə x qalır. Sonra bunu vururuq. Yəni 4-ü vururam bu hər ikisinə. 8x üstə gəl 20 bərabər 2 üstü 3x-ə. Əsasları atırıq. 8x üstə gəl 20 bərabər olur 3x-ə. 5x bərabər olur 20-yə. X də bərabər olur 4-ə və bizdə deyirdi ki, tənliyi həll edin. Tənliyi həll edib x-i nə tapdıq? 4. Burada mən diqqət eləməmişəm. Bura kilobaytdır, bura baytdır. Mən isə bunu çevirmədən yazdım. Əgər burada fərz eləsəydik ki, burada baytdır, onda bu getdiyimiz yol doğru idi. Amma bir tərəf kilobaytdır deyə yenidən məsələnin həllinə baxaq. Texniki səhvlər olduğu zaman aşağıda şərtlərdə bildirin. Yenidən baxaq. 2 üstü 4 üstü 2x üstə gəl 5 olduğu kimi yazırıq. Bu baytdır. 2 üstü 3 x-dirsə, bunu da kilobaytdır. Kilobaytdan bayta çevirəndə 2 üstü 10-a vurmalıyam. İndi davam edeyim. Bu 2 üstü 8x üstə gəl 20 bərabər 2 üstü 3x vurulsun 2 üstü 10. Əsaslar eyni vuranda üstlər toplanır və əsasları bayaq dediyimiz kimi atırıq. Yəni 8x üstə gəl 20 bərabər 3x üstə gəl 10-a.
3'ü bu tərəfə keçirsə 5x bərabər olacaq mənfi 10'a, x də bərabər olacaq mənfi 2'yə, yəni cavab Y bəndi. Bəlkə yolda, yəni eyni yolu görürsün getdik. Səncə orada kilobaytı görməmişdim. Kilobaytsız həll etsə, hər iki tərəf bayt olsa, yenə eyni yolla gedər. Amma ölçü vahidlər fərqlisi eyni ölçü vahidinə gətirməliyik. Növbəti məsələyə baxaq. Bu arxivləşdirmə, 20% arxivləşdirmə və s. bu tip suallar qarşımıza çıxır qəbullarda. Baxaq sualıdır. Həcmi 20 megabayt olan elektron poçtla, faili elektron poçtla göndərən zaman 20% arxivləşdirə sıxılır. 20% sıxlaşdırmaq odur ki, yəni 80%-in artıq bunu göndəriblər. 80 megabaytı yazalım şöyle. Vururam 80'a, bölürəm 100'ə, yəni 80%-ni tapıram. 20%-ni tapıb siz çıxada bilərsiniz sonra da, amma birbaşa 20% sıxlaşdırırsa yerdə 80% qalır, 80%-i tapırıq. Burada sıfırlar gedir, ixtisar qalır 64 megabayt. Bizdə isə cavabı baytla istəyir ki, neçə bayt olacaq? Vururam 220'yə, megabaytdan bayta keçəndə böyükdən kiçiyə gedirik deyə aralarındakı fərq, yəni 220'yə vururuq. O da bərabərdir 206 vur 220. Əsaslar eynidirsə, qüvvətlər toplanır 226, yəni cavab B variantı olacaq. Və bu tip sual qəbula yenə dəfələrlə gəlmiş, qəbul tipli hər hansı bir sual. Bu sualın fərqli formalarda hazırlayıb qəbula salıblar, ya sınıflara salırlar. Və baxaq suala necə. Bu sual daha rahat formadır, daha çətin formalar qarşıma çıxsa növbəti videolarda çəkib qoyarım. Qovluqda 3 tip fayl var və qovluğun ümumi həcmi 59 megabaytdır. Bu bizim elə fərz edək qovluğumuzda 59 megabayt həcmi var. Və bizə deyir ki, bu fayllardan ikisi birlikdə 2048 kilobaytdır, video faylıdır. 2048, daha sonra 2024 kilobayt. Bunu da belə yazaram. Həcm megabaytı megabayta çevirməliyim. 2048 vurulsun 10 kimi yazaram. Və bu kilobayt megabayta çevirdiyim zaman kiçik ölçü vahidinə böyük ölçü vahidinə getdiyim üçün 210'a bölürəm aralarında fərqi. O da eləyir 2 vurulsun 10, yəni 20 megabayt. Deməli, 59 megabaytın video həcmi buradan 20 megabaytı video həcmi payına düşür. Sonra 3 vurulsun x şəkildə qrafik var, qrafik fayldır. Və deyir ki, bu qədər 4 dənə həcmi 12288 kilobaytdır. 12288 kilobaytda bölər 1024'ə megabayta çevirmək şans eyni ölçü vahidinə gəlsin ki, rahat çevirə bilir. Bu da eləyəcək 12 megabayt. Deməli, 59 megabaytdan çıxırıq, bildiyimiz məlum olan 20 megabaytı. Son çıxırıq 12 megabaytı. Yerdə qalan bu 3x'in həcmi olacaq. 59'dan da 20 çıxıb, ondan da 12 çıxsa eləyir 27 megabayt. 27 megabayt eləyir, yəni 27 megabayt nə idi? 3x'in həcmidir. 3x'i bərabər eləyir 27'yə, x də bərabər olacaq 9'a. Bir qrafik faylın həcmi 9 megabaytdır, 3'ü birləşdirsə 27 megabayt edir və burada bizə deyir ki, qrafik faylın hər birinin həcmi eyni həcmlidir. Bugünlük bu qədər. Hər hansı bir səhv olarsa, texniki bir səhv, rəylərdə dediyim kimi yazarsa, düzəlişlərini edərik. Digər videolarda çalışacağım təkrar videoları çəkim, sizi imtahanı hazırlıqlarınıza kömək edeyim. Buna görə səhifəmi izləməyi unutmursunuz. Çox sağ olun.